Bir cinayetin anatomiyası, Sumqayıt işi. 22 iyul 2025-ci il gecə saat 2 radələri Sumqayıt şəhəri 3-cü mikrorayon 13 nömrəli tam orta məktəbin yaxınlığı. Təqsirləndirilən şəxs cəmi 17 yaşında yetkinlik yaşına çatmayan ailənin böyük övladı, zərər çəkmiş isə onun atası idi. İstintaq materialları göstərir ki, ata uzun illər ərzində spirtli içkilərdən istifadə edib. Demək olar ki, hər gün sərxoş halda evə gəlib və bu sərxoşluq təkcə özünü məhv etmirdi, o, ailənin bütün üzvlərini məhv edirdi. Ata evdə daimi psixoloji və fiziki zorakılıq mühiti yaradıb, uşaqlar üçün gecə istirahət deyil, qorxu vaxtı idi. Hadisə günü ata yenə sərxoş halda evə qayıdır, uşaqlar yataq otağındadır, telefonla oynayırlar. Ata üçün bu kifayətdir, o aqressiyaya başlayır, telefonları uşaqların əlindən alır, divara çırpır, sındırır. Bu, sadəcə əşya sındırmaq deyildi, bu güc nümayişi idi, bu evdə kim güclüdür? Sualının cavabı idi. Məhz bu andan sonra hadisələr sürətlənir. Ata evi tərk edir, təqsirləndirilən şəxs isə onun arxasınca gedir. Burada çox vacib bir məqam var. Məhkəmənin qiymətləndirməsinə görə o, atasının arxasınca zərər vermək və ya öldürmək məqsədi ilə gedib. Yəni bu, təsadüfi qarşılaşma deyildi. Məktəbin yaxınlığında onlar yenidən mübahisə edirlər, ata yenə söyür, yenə etdiklərini haqq qazandırır, yaxşı eləmişəm deyir. Bu sözlər istintaq materiallarında xüsusi vurğulanır, çünki bu, zorakılığın normallaşdığını göstərir. Ata sərxoş vəziyyətdədir, məhkəməyə görə fiziki müqavimət göstərə bilməyəcək haldadır, yəni hüquqi baxımdan köməksiz vəziyyətdədir. Məhz bu məqam cinayətin hüquqi kvalifikasiyasında həlledici rol oynayır. Təqsirləndirilən şəxs əvvəlcə atasını təpiklə vurur, sonra yerdən daş parçası götürür və bir neçə dəfə baş nahiyəsinə zərbələr endirir. Bu zərbələr təsadüfi deyil, məhkəmə tibbi ekspertiza göstərir ki, xəsarətlər məqsədli və ölümcül olub, başın küt travması, subdural hematoma, beyin qanaması. Ata xəstəxanaya çatdırılır, lakin saat 13:50 radələrində həyatını itirir. Bu nöqtədə iş artıq ailə dramı olmaqdan çıxır, bu cinayət işidir. Məhkəmə nəticə olaraq belə qənaətə gəlir, bu hadisə nə özünü müdafiədir, nə də ani emosional reaksiya. Bu, xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilmiş qəsdən adam öldürmədir. Bu işin ən ağır tərəfi isə budur, təqsirləndirilən şəxs də bu zorakılığın qurbanıdır. Amma həmin gecə o, qurban olmaqdan çıxıb, cinayətin icraçısına çevrilib. Bu hekayədə hər kəs uduzub, bir ata, həyatını, bir uşaq, gələcəyini, bir ailə, hər şeyini. Kanala dəstəkləyin, abunə olun.